Mənim Bəşirov Sabiroğlu. 2023-cü il 19 sentyabr antiterror əməliyyatları zamanı yaralanmışam. Bədən nahiyəmdən 3 güllə dəyib. Bağırsımdan 1 metr kəsib götürdülər. Sidiksəm dağıldı. Diyarıma güllə dəymişdi. Sonsuz elədilər məni. Hal-hazırda da yaşadığım şərait budur. Bu vəziyyətdə qalıram. İkinci qrup 50-lik vermişdilər. Pensiyamda kəsdilər. 1 illik pensiya verdilər. Belə bir şəraitdə yaşayıram. Sizdən artıq dərəcədə xahiş edirəm. Mənə bir köməklik göstərəsiniz. Mənim bu videomu, mənim bu səsimi aidiyyatı qurumlara çatdırasınız. Sizdən artıq dərəcədə xahiş edirəm. Belə bir şəraitdə kim yaşayar? Nə qazı var, nə suyu var, nə işığı var. Heç bir şey. Belə bir şəraitdə yaşayıram. Ancaq pec yanır evdə. Çay, yeməyə zaten ancaq pec vasitəsilə qaynadılıb pişirilir. Sizdən artıq dərəcədə xahiş edirəm. Mənim bu səsimi, videomu aidiyyatı qurumlara çatdırasınız. Xahiş edirəm sizdən. Belə bir şəraitdə yaşayıram. Yağış yağan, hal-hazırda da yağış yağır. And olsun Allaha, yağış evin içinə tökülür. Baxın nə vəziyyətdədir.